Hər vaxtınız xeyir olsun uşaqlar. Bu gün biz sizinlə 7-ci sinif kiçik summativ qiymətləndirmə 1-in A variantının izahlarını vermiş olacaq. Elə isə keçək birinci suala. Birinci sualda bizdən soruşur ki, uşaqlar, Aydan atasından aldıkları yeni televizorun ekran ölçüsünü soruşdu. Atası 55 düym olduğunu dedi. Televizorun diaqonalının ölçüsü neçə metrdir? Bu tip məsələni etmək üçün bir düyümün 2,54 sm olduğunu bilərək 55 düymü tapmaq üçün 55-i vurmaq lazımdır. 2,54 sm. Bu da edəcək, deməli, 139,7 nə santimetr. Amma bizdən fikir versəz, burada neçə metr olduğunu soruşur. Neçə metr olduğuna çevirəndə isə 139,7-ni vurmaq lazımdır 10 üstü mənfi 2-yə. Bu da edəcək, deməli, 1,1397 metr. İkinci sual. Verilənlərdən hansı fiziki kəmiyyətdir? Biz bilirik ki, saniyə, metr, kiloqram və dəqiqə vahiddir. Amma gedilən yol isə fiziki kəmiyyətdir. Daha sonra üçüncü suala keçək. Üçüncü sualda bizdən soruşur ki, Euler-Venn diaqramında yol və zaman üçün uyğun bəndləri müəyyən edin. Deməli, uşaqlar, biz bunu müəyyənləşdirmək üçün qələmimizi götürək. Deməli, yol və zaman skalyar kəmiyyətdir. Hansı skalyar kəmiyyətdir? Əlbəttə ki, həm yol, həm də zaman. Biri ona görə mərkəzə yazmış olur. Vahidi beynəlxalq sistemdə əsas vahiddir. Hansının? Zamanın yoxsa yolun? Əlbəttə ki, hər ikisinin. Ona görə yenə də mərkəzə gedir. Vahidi saniyədir. Zaman 3. Daha sonra vahidi metrdir. 4 bura gəldi. Ölçü lenti ilə ölçülür. Əlbəttə ki, yol 5 bura gəldi və saniyə ölçən də ölçülür. Əlbəttə ki, zaman 6 da bura getdi. Deməli, 2, 4, 1, 2 və 3, 6. Bu da uyğun olur Y variantına. Daha sonra dördüncü sual. İki avtomobildən birinin sürəti 36 km/saat, digərinin sürəti isə 20 m/saniyədir. Avtomobillərin sürətlərini müqayisə edin. Biz bunları müqayisə etmək üçün uşaqlar əvvəlcə hər ikisini eyni vahidə gətirməliyik. Yəni, burada km/saatdırsa, biz bunu buradakı kimi metr/saniyə ilə ifadə etməliyik. O zaman yazaq. Deməli, 36 km/saatı çevirək metr/saniyə. Edəcək 36, yuxarıdan 1000 yazmaq lazımdır. Çünki metrə çevirirəm və aşağıda 3600. Sıfırlar gedəcək. 36 və ixtisar olunacaq. Burada qalacaq 10 nə? Metr/saniyə. Deməli, aldım ki, sürətlərimdən biri 10 metr/saniyədir. Digəri isə 20 metr/saniyədir. Bunları da müqayisə etsəm, əlbəttə ki, 20 metr/saniyə daha böyükdür. Yəni, buradakı 36 olmağına baxmayın. Bu km/saatla da ona görə. Beşinci suala keçək. Beşinci sualda bizdən istəyir ki, saniyə ölçənin bir bölgüsünün qiymətini və xətası nə qədərdir? Deməli, bunun üçün əlbəttə ki, uşaqlar, biz bilirik ki, bir bölgünün qiymətini tapan zaman nə edirdi? İki qonşu ədədi bir-birindən çıxırdıq. Məsələn, burada götürək 10 və 15-i. Bunun bir-birindən çıxdıqda, yazıram buradan, bir bölgünün qiyməti. Bax, burada. 15-dən çıxacam 10-u. 15-dən 10 çıxanda və böləcəm aralarındakı şkalaların sayına. 1, 2, 3, 4 və 5. Böləcəm 5-ə. Bu da edəcək. 1-i böləcəm 5-ə. 1-i yox. 5-i. 15-dən 10 çıxanda 5-idir. 5-i böləcəm 5-ə. Bu da edəcək 1 saniyə. Deməli, bir bölgümüzün qiyməti 1 saniyədir. İndi keçək cihazın xətasına. Xətanı tapanda uşaqlar bilirik ki, xəta niyə bərabərdir? Xəta bərabərdir bir bölgünün qiymətinin yarısına. Bir bölgümüzü 1 saniyə tapmadıq. Demək ki, 1-i böləcəm 2-yə.
Bu da edəcək 0,5 saniyəyə. Deməli, düzgün cavab oldu. Bir bölgümüzün qiyməti 1, xətamız 0,5. O da uyğun olur C variantına. Daha sonra keçək 6-cı suala. 6-cı sualda bizdən deyir ki, şəkildəki karandaşın uzunluğu ən çoxu nə qədər ola bilər? Uşaqlar, biz bunu ümumiləşdirici tapşırıqlar həllində etmişdik. Ona görə qısa getmiş olacam. Ən çoxu bilirik ki, biz xətanı müəyyənləşdirməliyik. İlk öncə xətadan da əvvəl bir bölgünün qiyməti. Bir bölgünün qiyməti uşaqlar niyə bərabərdir? Bir bölgünün qiyməti bərabərdir. İki qonşu ədəd. Məsələn, 12 və 13 götürdüm. 13-dən çıxacam 12-ni, böləcəm aralarındakı şkalaların sayını. Aralarındakı şkalalar da 10 ədəddir. Deməli, 1-i böləcəm 10-a, bu da edəcək 0,1 nə santimetr. Bu oldu bir bölgümüzün qiyməti. Xəta isə, xəta bərabərdir. Deməli, xətanı tapdığım zaman bir bölgünün qiymətini böləcəm 2-yə. 0,1-i böləcəm 2-yə. Bu da edəcək 0,5. Deməli, uşaqlar, biz müəyyənləşdirdik ki, xətamız 0,5-dir. İndi bizdən uşaqlar soruşur ki, ən çoxu nə qədər ola bilər? Bu qələmin göstəricisi nə qədərdir? Birinci onu müəyyənləşdirək. Burada 12-yi göstərir və aralarındakı şkalalar saysaq 1, 2, 3, 4 və 5. Deməli, xəttkeşin öz ölçüsü 12,5-dir. Və plus minus xəta. Xəta ən çoxu deyirsə, demək ki, xətanın plus olan hissəsini götürəcəyik. Bunları mən sizə izah etmişəm hər birini ümumiləşdirici tapşırıqlarda. Ona görə də qısa şəkildə gedirəm. Olacaq ki, cavabımız 12,55 nə santimetr. Demək ki, ən çoxu 12,55 santimetrə bərabərdir. Keçək indi uşaqlar 7-ci tapşırığa. 7-ci tapşırıqda bizə deyir ki, otağın döşəməsi tərəfləri 5 metr və 6 metr olan düzbucaqlı formasındadır. Bu döşəmənin sahəsini kvadrat desimetrlə ifadə edir. Əslində bunun iki yolu var. Birinci yol ondan ibarətdir ki, əvvəlcə metri desimetrə çevirərəm. Daha sonra sahəni hesablayaram. İstəyirsiniz elə edək. A, yəni bir tərəfi bərabərdir 5 metr. Bunu necə yazacağım? 5 metrimiz neçə destidir? 50 desimetr. Bəli. B, yəni digər tərəfi bərabərdir 6 metrə. 6 metr neçə desimetrdir? 60 desimetrə. İndi sahəni tapanda biz bilirik ki, tərəfləri bir-birinə vurmaq lazımdır. 50-ni vuracam 60-a. Bu da edəcək 3000 desimetrin kvadratı. Gördünüz, ifadə etmiş olduq. Demək ki, cavabımız nədir? 3000 desimetrin kvadratına bərabərdir. Daha sonra uşaqlar, deməli 8-ci tapşırığa da baxaq. 8-ci tapşırıqda bizə deyir ki, uşaqlar, deməli, şəkildəki voltmetrlə bağlı hansı fikirlər doğrudur? Əslində uşaqlar, biz bunu yenə də ümumiləşdirici tapşırıqlar həllində etmişdik. Əgər baxmısınızsa, o videoda bunların hər birini bir-bir izah etmişdim. İndi yenə də baxsaq, burada deyir ki, uşaqlar, ikinci voltmetrlə gərginliyi daha dəqiq ölçmək olar. Yoxsa birinci voltmetrlə gərginliyi daha dəqiq ölçmək olar. Bu gərginliyi daha dəqiq ölçmək olduğunu yalnız xətanı müəyyənləşdirdikdən sonra müəyyən etmək olar. Xətadan da qabaq mütləq bir bölgünün qiymətini tapmaq lazımdır. Ona görə birinci üçün tapsam bir bölgünün qiymətini, bir bölgü bərabərdir. İki qonşu ədədləri bir-birindən çıxacaq. Yəni, 30-dan çıxacam 20-ni, böləcəm aralarındakı şkalaların sayını. 1, 2, 3, 4 və 5. Bərabərdir 10 bölünsün 5-ə. 2. Demək ki, bir bölgümüzün qiyməti 2-dir. Xətanı tapanda xəta bərabərdir 2-ni böləcəm 2-yə, yəni bir bölgünün qiymətini yarıya böləcəm. Bu da edəcək 1 volt. Demək ki, birinci voltmetrin xətası 1-ə bərabərdir. Bəs ikinci voltmetrin xətası niyə bərabər olacaq? Onu da hesablayaq.
Yenə bunun üçün əvvəlcə bir bölgünün qiymətini tapmaq lazımdır. Bir bölgü deməli bərabərdir. İki qonşu ədəd 150-dən çıxacam 100-ü, böləcəm aralarındakı şkalaların sayına. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Böləcəm deməli 10-a. Bu da edəcək. 50-ni böləcəm 10-a. Bu da bərabərdir. 5-i 10-a bölən, 50-ni 10-a böləndə 5. Daha sonra xətanı hesablayacağım. Xəta da bərabərdir bir bölgünün qiymətinin yarısı. Yəni 5-i böləcəm 2-yə, bu da edəcək 2,5 volt. Deməli, xətamız da oldu 2,5 volta. İndi baxın, sizcə xəta 1 volt olmaqla dəqiq ölçərəm, yoxsa 2,5 volt olmaqla dəqiq ölçərəm? Əlbəttə ki, 1 volt olmaqla. Deməli, ondan bütün bunları silsəm, 2 variantı daha doğrudur, düzgündür. 3 və 4-ü yoxlayaq. İkinci voltmetrlə daha böyük gərginliyi ölçmək olar, yoxsa birinci voltmetrlə daha böyük gərginliyi ölçmək olar? Uşaqlar, baxın, birinci voltmetrin ən yüksək həddi 40-dır. İkincinin isə ən yüksək həddi 150-dir. Demək ki, ikinci voltmetrlə daha çox gərginliyi ölçmək olar. Düzgün cavabımız oldu 2 və 3. Və 9-cu suala keçək. 9-cu sualda bizə deyir ki, uşaqlar, deməli, su elektrik stansiyasında 1 saniyədə istehsal olunan elektrik enerjisi 520 milyon Selsi olduğunu nəzərə alaraq, bu enerjini meqazol ilə ifadə edilir. Uşaqlar, biz bilirik ki, meqazolun əmsalı nə qədərdir? 10 üstü 6. Deməli, mən 520 milyonu bölməliyəm 10 üstü 6-ya. 10 üstü 6-ya böləndə, demək ki, 6 dənə 0 siləcəm buradan. 1, 2, 3, 4, 5, 6. Yerdə nə qaldı? 520. Deməli, cavabım olacaq 520 meqacol. Belə. Daha sonra 10-cu suala baxaq. 10-cu sualda deyir, hansı cihaz və ya cihazlarla ölçülən fiziki kəmiyyət skalyar kəmiyyətdir? Uşaqlar, biz skalyar kəmiyyəti öyrənmişik də, yəni bilirik ki, skalyar kəmiyyət dedikdə yalnız ədədi qiyməti olan kəmiyyətlər nəzərdə tutulur. Vektorial kəmiyyət dedikdə isə həm ədədi qiyməti, həm də istiqaməti olan kəmiyyətlər nəzərdə tutulur. Deməli, uşaqlar, birinci cihaz nəyi ölçür? Yəni, spidometrdir, sürəti ölçür. Sürət skalyar kəmiyyətdir, yoxsa vektorial? Əlbəttə ki, sürət skalyar kəmiyyətdir. Deməli, A variantını götürürük. İkincisi nədir? Menzurka. Menzurka nəyi ölçür? Həcmi. Həcm də skalyar kəmiyyətdir. Üçüncü isə saniyə ölçənidir. Saniyə ölçən isə zamanı ölçür. Zaman da əlbəttə ki, skalyar kəmiyyətdir. Dördüncü cihaz isə dinamometrdir. Dinamometr isə qüvvəni ölçmüş olur. Qüvvə isə vektorial kəmiyyətdir. Deməli, doğru cavablar A, B və C-ni götürəcəm. Daha sonra 11-ci tapşırığa baxaq. 11-ci tapşırıqda bizə deyir ki, deməli, bizə bir cisim göstərib və bu cisimə müxtəlif istiqamətdə təsir edən qüvvələr də göstərmiş olub. İndi bizdən soruşur ki, uşaqlar, əvəzləyici qüvvənin qiyməti nə qədərdir? Biz bilirik ki, əgər cismə eyni istiqamətli qüvvə təsir edirsə, bu zaman əvəzləyici qüvvəni tapanda toplayırıq. Demək ki, sağa doğru 7 və 14-ün cəmi 24 Newton qüvvə təsir edir. Sola doğru isə 12 və 8-in cəmi 20 Newton qüvvə təsir edir. İndi baxın, sağa doğru 24 Newton var, sola doğru 20 Newton. Əvəzləyici qüvvəmiz nə qədər olacaq? Bir-birinə çıxmaq lazımdır. Niyə görə çıxmaq lazımdır? Çünki əks istiqamətdə gedən qüvvələr təsir edir. F əvəzləyici bərabərdir. 24 minus 20, bu da edəcək 4 Newton. Deməli, əvəzləyici qüvvənin qiyməti nəyə bərabər oldu? 4 Newtona. Əvəzləyici qüvvənin istiqaməti hansı tərəfə yönələr? Əlbəttə ki, böyük qüvvə istiqamətdə. Hansı böyük qüvvədir? 24 yoxsa 20? Əlbəttə ki, 24. Demək ki, istiqaməti sağa doğru. Bəs şəkildəki cisim hansı istiqamətdə hərəkət edər?
Əlbəttə ki, əvəzləyici qüvvə istiqamətində, deməli, sağa doğru. Burada yazaq sağa, burada yazaq sağa. Beynəlxalq sistemdə hansı fiziki cəmiyyətin vahidi əsas vahiddir? Burada əsas vahid, əlbəttə ki, zamanın vahidi, əsas vahid götürülür. Daha sonra uşaqlar, baxaq 13-cü tapşırığa. 13-cü tapşırıqda bizə deyir ki, uşaqlar, uyğunluğu müəyyən edin. Və sürət nə ilə ölçülür uşaqlar? Biz bilirik ki, sürət hansı cihazla ölçülür? Spidometrlə ölçülür. Deməli, 1-ə uyğun oldu. C. 2. Həcm. Həcm nə ilə ölçülür? Menzurka ilə. Deməli, 2-yə də uyğun oldu. Y. Zaman nə ilə ölçülür? Zaman saniyə ölçənlə. 3-ə uyğun oldu. D variantı. Kütlə tərəzi ilə ölçülür. 4-ə uyğun oldu. B variantı. Və sonuncu olaraq 5 uzunluq nə ilə ölçülür? Əlbəttə ki, ölçü lenti ilə 5-ə də uyğun oldu. A. Beləcə uşaqlar, biz sizinlə 13 suallıq KSG 1-ə baxmış olduq. Sağ olun uşaqlar, dərslərinizdə uğurlar.